Salam, xoş görüyün TV'nin dəyərli izləyiciləri. Bugün bəşəriyyət əleyhinə ən qanlı faciələrdən biri Xocalı faciəsindən 34 il ötür. Bugünkü hekayəmizdə də bu barədə söhbət aparacaq. Həm söhbətin Yeni Azərbaycan Partiyası İdarə Heyətinin üzvü Milli Məclisin deputatı Mübariz Qurbanlıdır. Mübariz xoş gördük sizi, xoş gəlmişsiniz. Sağ olun, təşəkkür edirəm. Mübariz qeyd etdiyim kimi artıq Xocalı faciəsindən 34 il ötür. Əslində amma bu illərin sayının artması 33, 34 və yaxud da ki 35 gələcəkdə hansı bir rəqəmi qeyd edəcəyik təbii ki. Düşünürəm ki, bu faciəni biz heç vaxt unutmamalıyıq və ölkə başçımızın da hər zaman vurğuladığı bir məqam var ki, biz tariximizi, keçmişimizi heç vaxt unutmamalıyıq, ondan dərs çıxarmalıyıq. Bax, istəyirəm faciənin baş verdiyi tarixi bir ekskurs edək. Nə baş verirdi, nə üçün bu faciə baş verdi? Sizdən eşidək. Bugün Azərbaycan xalqı Xocalı soyqırımını və orada törədilən həmin cinayətləri, orada həyatını itirən insanlarımızı biz bugün yad edirik. Allahdan onlara bir daha rəhmət diləyirik. Və həm ölkəmizdə, həm ölkəmizdən kənarda bununla bağlı tədbirlər keçirilir. Xocalı soyqırımı insanlıq əleyhinə törədilmiş ən ağır cinayətlərdəndir və beynəlxalq konvensiyaya görə insanlıq əleyhinə törədilmiş cinayətlər və onu törədənlər, onların cəzalandırılması müddətsizdir. Yəni, həmin cinayətlərdə məsuliyyət daşıyan cinayətkarlar müddətindən asılı olmayaraq hər zaman məsuliyyətə cəlb edilirlər və ediləcəklər və edilməkdədirlər. Əlbəttə, Azərbaycanın dövlət müstəqilliyi əldə edildikdən sonra bizim qarşımızda çox ciddi mühüm vəzifələr dururdu. Amma bizim müstəqilliyimizin ərəfəsindən Ermənistanın Azərbaycana qarşı ərazi iddiaları və işğal siyasəti həyata keçirilirdi. Hələ Sovetlər İttifaqı dağılmamışdan bu ərazilərimizə ələ keçirmək üçün cəhdlər edilirdi. Əvvəl Moskvanın əli ilə ərazilərimizi ələ keçirməyə cəhd etdilər. Azərbaycan xalqının iradəsi, qətiyyəti və o cümlədən 20 yanvar faciəsindən sonra və ondan əvvəl də Ulu Öndər Heydər Əliyevin çağırışları və Moskvada etdiyi çıxışlar, o cümlədən xalqımızın bu məsələ ilə əlaqədar, ərazi bütövlüyümüzlə əlaqədar başlatdığı böyük hərəkat nəticəsində bunun qarşısı alına bilmişdir. Amma düşmən öz deməli, o mənhus niyyətinə çatmaq üçün hərbi əməliyyatları həyata keçirirdi. Aydın məsələdir ki, həmin ərazidəki separatçılar silahlandırılmışdı. Eyni zamanda Ermənistanın üzündən ora deməli, silahlı qüvvələr gətirilirdi və bu gedişatda Azərbaycana qarşı soyqırımı əməllərinə rəvac verilirdi. Xocalıdan əvvəl də ayrı-ayrı kəndlərdə, Qarabağdakı kəndlərdə bu cür qanlı cinayətlər törədilmişdi və 1992-ci ildə artıq bugün yad etdiyimiz həmin hadisə ki var, törədildi bu cinayət. Bu cinayət törədilərkən 613 nəfər insanımız qətlə yetirildi. Çoxlu sayda deməli, əsir götürülmüş vətəndaşlarımız ki var idi. Onlara işgəncələr verildi, şikəst olunanlar oldu. Bilirsiniz, bu çox ağır bir cinayət idi. Bu soyqırımıdır. Və bu soyqırımı ilə əlaqədar ki, 1948-ci ildə Birləşmiş Millətlər Təşkilatı konvensiya qəbul edib, orada göstərilən əlamətlərin hamısı Xocalıda törədilən cinayətdə özünü biruzə verir. Bu, bir millətə qarşı törədilirdi, xalqa qarşı törədilirdi. Soyqırımı nədir? Həmin millətin kökünü kəsmək, onu məhv etmək. Orada əsir götürülən və qətlə yetirilən Azərbaycan vətəndaşları içərisində yaşlılar var idi, uşaqlar var idi, qadınlar var idi. Yəni, döyüş əməliyyatı deyildi bu. Bu, əslində məqsədyönlü şəkildə orada yaşayan vətəndaşlarımızın
qətlə yetirilməsi idi. Bu bir qətliam idi, bu soyqırım idi və bu Azərbaycan xalqına qarşı yönəlmişdi. Bunun arxasında kimlər dayanırdı? Bunun arxasında təbii ki, Ermənistan dayanırdı, həmin separatçılar dayanırdı, bugünkü revanşist çıxışlar eləyən Kaçaryanlar, Sərkisyanlar dayanırdı, qatillər dayanırdı. Bakıda məhkəməsini keçirdiyimiz və hüquqi yolla cinayətləri sübut olunmuş qatillər dayanırdı. Eyni zamanda onları himayə edən, separatçıları himayə edən dairələr dayanırdı, xarici dairələr dayanırdı. İndi Xocalıya hücum edilərkən 366-cı alay burada iştirak edin. Təsəvvür edin, silahsız insanlara qarşı müasir texnikadan istifadə edilir. Döyüş maşınlarından, tanklardan istifadə edilmişdi. Tamamilə şəhər yandırılmışdı, dağıdılmışdı. Həmin şəhərdən çıxıb xilas olmaq istəyənləri hamımız bilirik. Onlar haqqında sənədli filmlər də var, kitablar var. Deməli, sağ qalan insanların şahid ifadələri var. Qabağını kəsib bu insanları, silahsız insanları qətlə yetirib. Özü də qətlə yetirdikdən sonra isə onların üzərində törədilmiş vəhşiliklər var idi. Bu qətilyan, bu soyqırım idi. Təbii ki, bu o dövrdəki hadisələrin gedişatı göstərirdi ki, bunu məqsədyönlü şəkildə etmişlər və sonralar da həmin o qatillərin başında duran Sərkisyan demişdi ki, biz bunu etdik ki, Azərbaycanlılar başa düşsün ki, biz onlarla yumuşaq danışmırıq, yəni zarafat etmirik, hətta belə yaramaz bir ifadə işlətmişdi. Yəni etiraf eləmişdi ki, biz bunu qəsdən etmişdik. Və bu qəsdən etməklə də Azərbaycan xalqının onların düşüncəsinə görə gözünü qorxutmaq istəmişdilər və bu qətliamı sonra da davam etdirmişdilər. Məsələn, 4000-ə yaxın Azərbaycanlının həmin hadisələrdən sonra aparılan separatçıların və Ermənistanın apardığı işğalçı müharibədən sonra hələ də taleyi məlum deyil. Bundan bağlı dəfələrlə Azərbaycan tərəfinin müraciətləri olub, sənədlər var, həmin bizim vətəndaşlarımız var. Və orada həmin vətəndaşlarımız ki, əsir götürmüşdülər, onların üzərində onlar törətdikləri vəhşiliklər ki var, o vəhşiliklərlə bağlı yazıları oxuduqda, hətta o hadisələri görmüş bəzi xarici nümayəndələr olmuşdur ki, onların yazılarını oxuduqda inan ki, insan belə qatilliyin insanlığa xas olmadığını bir daha görür. Yəni, biri var, hərbi əməliyyatlar zamanı döyüşdə üz-üzə əskərlər gəlir, döyüş əməliyyatı aparılır və s. Bir də var, siz dinc əhalini, əsir götürülmüş insanlar üzərində işgəncə mexanizmini işə salırsınız. Bilirsiniz, bu ta qədimdən müharibələr aparılmasıyla bağlı çağırışlar var. Sonraki dövrlərdə bununla bağlı beynəlxalq miqyasda qəbul olunmuş sənədlər var, konvensiyalar var. Yəni, müharibələrin aparılmasının da özünə məxsus qaydaları var. Yəni, burada dinc əhaliyə Bu nümunəni əslində biz Azərbaycan nümunəsində gördük Vətən müharibəsinin gedişində Azərbaycanın tətbiq etdiyi əməliyyat qaydaları belə. Yəni, bu, bilirsiniz, biz faşizmi deyirik. Faşizmi yalnız Alman faşizmi deyil, İtaliyada da faşizmi, başqa ölkələrdə də faşizmi. Bu erməni faşizmidir və erməniçilikdir. Erməniçilik faşizmin bir formasıdır. Bu faşizmin, bu erməniçiliyin, bu cür qətliam törətməyinin arxasında kim idi? Erməni kilsəsi. Uzun müddət erməni xalqında təbliğat aparan və Azərbaycan xalqına qarşı, türk soyuna qarşı bu cür təbliğatı, təşviqatı kim aparıb? Uzun müddət erməni kilsəsi. Eyni zamanda Ermənistan siyasiləri, Ermənistanın özünü
yazıcı, nə bilim, şair adlandıranları. Bunlar hamısı bu erməni faşizmi, erməniçilik və başqa xalqın, başqa millətin qanına susamaq xislətini təbliğ ediblər. Zorbalayanlardır bunun arxasındakı. Bunun arxasındakı həmin əməliyyatı həyata keçirənlərdir. Və bugün də onlar qalmaqda davam edirlər. Siz doğru vurguladınız. Müharibə qaydaları və müharibələrdə dinc əhaliyə toxunmamaq məsələlərinə gəldikdə, Azərbaycan Vətən müharibəsi dövründə biz öz ərazimizə də edirdik. Biz ədalətli müharibəmizi aparırdıq. Biz öz torpaqlarımıza da deyirdik. Və döyüş meydanında möhtərəm prezidentimiz qeyd elədiyi kimi biz onların törətdikləri cinayətlərin intiqamını, qanını aldıq. Şəhidlərimizin qanını aldıq. Amma biz o qanımızı dinc əhalidən deyil, həmin əməliyyatları həyata keçirən ordunun nümayəndələri üzərindən aldıq. Yəni biz həmin müharibələrdə dinc əhaliyə toxunmadıq. İmkanımız olsa da toxunmadıq. Bu bir göstəricidir. Bu bizim xalqın bu məsələlərdə yanaşmasıdır və bu bizim siyasətimizin əsas göstəricilərindəndir. Bu bir nümunədir həqiqətən də. Yəni dünyada soyqırım faktları olubdur. Holokost, Yahudi xalqına qarşı, Yahudi əhalisinə qarşı Alman faşizmi dövründə törədilmiş cinayətlər var. Ruandada bu cür hadisələr, Bosniyada bu cür hadisələr olub. Bu cür hadisələr və onları törədənlərin beynəlxalq miqyasda cəzalandırılması olub. Məsələn, Nürnberg prosesi olub. Həmin Nürnberg prosesində faşist rəhbərləri və bu cinayətlərdə əli olanlar, orada Nürnberg prosesi bir yüksək rütbəli faşist rəhbərlər üzərində məhkəmədir. Sonra isə məhkəmələr davam edir. Həmin məhkəmələr aşağı səviyyədə bu cinayətlərin iştirakçıları üzərində davam edir. Və müddətsiz olduğuna görə insanlıq əleyhinə cinayətlər. Bu günə qədər də bu cinayətlərdə əli olanlar aşkara çıxarılırsa, əgər sağdırsa, yenə də cəzalandırılır. Həbs düşərgələrində və s. törətdikləri əməllərə görə. Bilirsiniz, burada bu cür cinayətlərdə sayın əsas deyil, cinayətin törədilməsinin formasıdır əsas. Yəni orada 100 adam bu cür cinayətə, bu cür cinayət törədilib onların üzərində 1000 adamın və ya 100 min adamın fərqi yoxdur. Ona görə də Xocalıda törədilən cinayət soyqırım cinayətidir. Və bu soyqırım cinayətinin hüquqi tərəfi, siyasi tərəfi Ulu Öndər Heydər Əliyevin təşəbbüsü ilə Azərbaycan Respublikasının Milli Məclisində 1994-cü ilin fevral ayının 24-də qəbul olunmuş sənəddə qeyd olunur. Soyqırım kimi, genosid kimi bu deməli məclis tərəfindən qəbul edilib. Və bunun soyqırım və genosid, yəni genosid də deyirlər soyqırım, əsas biz soyqırım deyirik. Bu soyqırım kimi təsbit edilməsindən sonra Azərbaycan bunu dünya miqyasına çıxarıbdır. Və bilirsiniz ki, Xocalıya ədalət kampaniyası başlanıbdır. Deməli, Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə bu geniş bir təşviqat aparılıb, izahat aparılıb və dünyaya bu çatdırılıb. Bunun dünyaya çatdırılmasının çox böyük bizim üçün vacib olan tərəfləri var. Birincisi, biz Ermənistanın işğalçı dövlət olduğunu, separatçıların beynəlxalq konvensiyaları pozduğunu, eyni zamanda bunlar böyük bir qətliam törətdiyini göstərmişik. Bundan başqa digər ərazilərdə törətdikləri qətliamlar da aşkara çıxarılaraq, onlar da beynəlxalq miqyasda tanıdılıbdır və aparılan bu Xocalıya ədalət kampaniyası nəticəsində bir sıra ölkələrin parlamentləri bununla bağlı qətnamələr qəbul edib. İslam Əməkdaşlıq Təşkilatı qətnamə qəbul edib. Bu aparılan işlər nəticəsində məhz Amerika Birləşmiş Ştatlarında erməni lobbisinin cəhdlərinə baxmayaraq 24 ştatının qanunvericilik məclisində bununla bağlı sənəd qəbul olunubdur. Bu proses bu gün də davam edir. Biz erməniçilik üzərində siyasi baxımdan, hərbi baxımdan, ideoloji baxımdan qələbəmizi təmin etmişik.
Erməniçiliyi tarixin arxivinə göndərmişik və Vətən müharibəsində və antiterror əməliyyat nəticəsində Azərbaycan öz ərazi bütövlüyünü və suverenliyi bərpa etməklə bərabər eyni zamanda erməniçiliyi də məhv eləyibdir. Evet. Amma bu erməniçiliyin bu formada məhvində bizim Xocalıda törədilmiş həmin genosidlə bağlı apardığımız işlər də ideoloji və siyasi baxımdan çox mühüm rol oynayıb. Çünki bu cinayəti onlar örtbasız eləməyə cəhd ediblər, gizlətməyə çalışıblar. Amma bu cinayət aşkara çıxarılıb və bu cinayətin aşkara çıxarılması prosesi bu gündə davam edir. İşğaldan azad edilmiş torpaqlarımızda biz toplu qəbirstanlıqlar aşkara çıxarırıq. Ekspertizalar təşkil olunur. Müəyyən edilir ki, burada deməli Azərbaycanlılar qətlə yetirilibdir və vəhşicəsinə qətlə yetirilibdir. Yəni həm ekspertlər müəyyən edir ki, bu insanlar deməli sadəcə güllələnməyib, bunlar işgəncələrlə qətlə yetirilibdir. Bunlar erməni cinayətkarlığını və bu erməniçiliyin nə qədər deməli ideoloji baxımdan, mənəvi baxımdan təhlükəli bir istiqamət olduğunu göstərmək üçün olduqca vacibdir. Bu həm də ermənilərə göstərmək üçün vacibdir. Çünki ermənilər, bugünkü yaşayan ermənilər bu cinayətlərin nəticələrini görüb, bu cür cinayətlərin cəzasız qalmayacağını bilməlidirlər və cəzasız qalmayacaqdır və qalmır. Bakıda keçirilən məhkəmədə bu sübuta yetirildi və cəzalarına çatdılar. Döyüş meydanında cəzalarına çatdılar. Bizim şanlı ordumuzun qələbəsi bu həmin formalardan biri idi, onların cəzalandırılması forması. Ona görə də Xocalı soyqırımı ilə bağlı bizim qan yaddaşımızda olan bu məsələ heç vaxt unudulmayacaqdır. Biz qalib gəldik. Cənab Prezident dəfələrlə qeyd edibdir ki, amma biz heç vaxt ermənilərin törətdiyi vəhşilikləri, vandalizmi unutmayacağıq və unuda da bilmərik. Biz unutqanlıq sindromunu nə qədər ziyanlı olduğunu bilməliyik. Çünki unudan həmin hadisələri yaddan çıxartsan, onun təkrar olma ehtimalları yarana bilər. Ona görə Azərbaycan hər zaman hazır vəziyyətdə olmalıdır. Və dili saxlanılmalıdır. Siyasi cəhətdən, ordu, mənəvi, psixoloji, hər cür. Bu gün də erməni və erməniçiliyin tərəfdarları ağır məğlubiyyətə uğrasalar da revanş götürmək istəyirlər, geriyə qaytarmaq istəyirlər və bu geriyə qaytarmaq üçün təbliğatlarını da aparırlar. Azərbaycana qarşı müxtəlif təxribatlarını həyata keçirirlər. Məsələn, Sülh Şurasında Cənab Prezidentin möhtəşəm iştirakı, Azərbaycanın artan nüfuzu onlar başa düşürlər ki, Azərbaycanın sürətli inkişafı, güclü mövqeyinin artması və s. onları daha geriyə atırdı. Onların o çirkin niyyətlərini həyata keçirməyin qarşısını alır və orada Vaşinqtonda Prezidentin qaldığı otelə qarşı törədilən əməllərin arxasında biz erməni təşkilatının durduğunu aydın şəkildə gördük. Deməli, bunlar hələ də deməli, bu cür çirkin əməllərindən əl çəkmək istəmirlər. Biz onları tarixin arxivinə göndərmişik, amma orada işartıları yaşamaqdadır və tüstülənməkdədir. Ona görə də bunu tam deməli, aradan qaldırmağın yolu bu cür cinayətləri daha geniş şəkildə aşkarlamaq və dünyaya çatdırmaq və bunu törədənləri cəzalandırmaq mütləq lazımdır. Bu cəzalandırma necə cəzalandırmadır? Məsələn, bugün Azərbaycanın güclənməsi onları mənəvi psixoloji cəhətdən məhvə məhkum edir. Eyni zamanda hüquqi baxımdan cəzalandırma da əlbəttə davam edir. Əlbəttə, mən düşünürəm ki, bu cəzalandırmanın bir növü həm də cənab prezident tez-tez işğaldan azad olmuş ərazilərə səfər elə
Yeri gəlmişkən ölkə başçısı ötən gündən başlayaraq yenidən ərazilərdədir, işğaldan olmuş ərazilərdədir. Yəni bu da həm də bir necə deyək, bir qədər öncə qeyd etdiyim məqamlarla üst ölçüşən məsələlər deyilmi? Yəni bizim orada qayıdışımız, yenidən orada bir qədər öncə siz vurğuladığınız fikirlərinizin əvvəlindəki onlar bizi qorxuzmaq, tamamilə uzaq salmaq niyyətləri güdür, amma biz yenidən azad etmişik və orada qururuq, yaradırıq, yenidən ora bir həyat gətiririk. Bəli, tam doğru buyurursunuz. Bizi qorxutmaq cəhdlərindən biri idi. Əlbəttə, tək qorxutmaq cəhdi deyildi. Bu həm də erməni vəhşiliyinin siması idi. Yəni, bu erməni siması idi bu. Xocalıda törədilən vəhşilik. O cür vəhşiliklər ki, eləyiblər bunlar. Cənab Prezident fransız jurnalistinə cavabında dedik, faşizmdən də betər olublar. Bəli. Elə cəzalar, elə işgəncələr ediblər ki, o işgəncələr insan ağlına sığışmayan işgəncələrdir. Yəni, bu döyüş meydanı deyildi. Bu, əsir götürülmüş adamlar üzərində, az yaşlılar üzərində, ailə üzvlərinin qarşısında, ailə üzvlərini az yaşlılara işgəncə vermək, ailə üzvlərinin qarşısında valideynlərinə işgəncə vermək, özü də çox dəhşətli işgəncələr vermək. Bu vəhşiliyin heyvani formalarından biridir. Hətta heyvandan da aşağı səviyyə enmişdi bu vəhşiliyi törədənlər. Bu vəhşiliyi törədənlərin Azərbaycan xalqını gözünü qorxutmaq dedikləri ki var, onlar özləri indi qorxu içərisində yaşayırlar. Çünki o vəhşiliyin törədənlərin özü qorxu içərisində yaşayır, ona cavab verəcəyini bilir. Ona görə də əlbəttə Azərbaycan xalqı nəinki qorxmadı. Azərbaycan xalqı Ulu Öndər Heydər Əliyevin apardığı siyasət, prezidentimizin siyasəti, ölkəmizdə aparılan işlər, xalqımızın o tarixdən gələn qəhrəmanlıq salnamələri, mərdlik, cəsurluq, bütün bunlar bizim xalqımızın keyfiyyətləridir. Ayağa durdu, gücləndi və biz nə üçün bu müharibə ki var idi, biz bir xeyli müddət gözlədik. Çünki Azərbaycan xalqı həm də səbirli xalqdır. Cənab Prezidentimiz dəfələrlə bunu qeyd elədi. Biz sülhlə bunu həll eləmək istədik. Amma qarşı tərəf bunu qəbul etmədi. Qarşı tərəf öz iddialarını davam etdirdi və zərbəni aldı. Ağır zərbə aldı, öldürücü zərbə aldı. Bugünkü Ermənistan hakimiyyəti ki, gerçək Ermənistana qayıdış, nə bilim, sülh və s. Bu da erməni xislətidir. Əlbəttə, bu bizi heç də onların bu xislətini yaddan çıxarmayacaq biz. Təbii ki, bu sülh gündəliyinin müəllifi də Azərbaycandır və cənab prezidentdir. Ona görə də onların, məsələn, törətdikləri fitnə fəsadlar ki var, bunlar davam edəcək. Amma bu canilər ki var, o canilər aşkarlandıqca cəzalarını alacaqlar. Və o revanşistlər ki var, həmin qətliyamı törədənlər, həmin soyqırımı törədənlər, onların hələ də cəzası həbs olunmayanlar var və s. Onlar da öz cəzasını alacaqlar. Bunun ideologiyasını hazırlayanların da cəzası var. Məsələn, onların bu cür ideoloqlarından biri Balayanlar idi də, o tək deyil, bunlar var idi. Onlar o Birləşmiş ad kimi qeyd edirlər. Ermənistanın Vətən müharibəsindəki məğlubiyyətini görməkləri və antiterror əməliyyatı ilə Azərbaycan öz ərazi bütövlüyünü, suverenliyi bərpa etməsi, Azərbaycanın Ermənistandan dəfələrlə güclü olması, beynəlxalq təşkilatlarda, beynəlxalq aləmdə Azərbaycanın yüksək səviyyədə olmasını görməsi də onlar üçün mənəvi ölümdür. Yəni, ölkələr müharibələr edə bilər, sülh imzalaya bilər, kapitulyasiya da olur və s. Amma burada artıq fiziki ölümlə bərabər mənəvi ölüm baş verir. Erməniçilik mənəvi ölümə doğru gedibdir. Onun ideoloqları da mənəvi ölümə məhkum olublar və bizim Xocalıda insanlarımızı itirmişik. Bir daha onlara Allahdan rəhmət edirik. Və Azərbaycan xalqının da yaddaşında həm şəhidlərimiz, həm də Qarabağ torpağında ermənilərin apardığı o vəhşi müharibə nəticəsində həyatını itirənlər Azərbaycan xalqının yaddaşındadır. Və onu bugün də biz Azərbaycanda onları yad edirik. Eyni zamanda
Nəinki Azərbaycanda, Azərbaycanın dostları bunu yad eləyir. Onları yad eləyir və onlar unudulmamışdır. Heç nə unudulmur və unudulmayacaqdır. Ona görə də prezidentimiz indi bayaq siz qeyd elədiyiniz kimi hər dəfə Qarabağ torpağına gedir, işğaldan azad olmuş torpaqlarda quruculuq, abadlıq işləri gedir. Bax, o da erməniçiliyə ağır zərbədir. Onlar görürlər bu torpaqlar ki, bizim idi və 30 il o torpaqları işğal etsələr də orada heç nə edə bilməmişdilər. Biz isə qısa zaman kəsiyində orada böyük quruculuq, abadlıq, şəhərlər salınır, kəndlər salınır, yollar və s. Bunları görürlər və mənlə ölürlər artıq. Mənlə də ölürlər və məğlub olublar. Hərb cəbhəsində məğlub olublar, ideoloji cəbhədə də məğlub olublar, mənəvi cəhətdən də tam məğlubiyyətə məruz qalıblar. İndi cənab prezident görürsünüz, Xocalı deməli hadisəsi ilə əlaqədar orada gedir, açılışlarda iştirak eləyir, sakinlərlə görüşür. Xocalıda məskunlaşma davam edir. İndi məskunlaşmada 80 minə yaxınlaşır. 75 min, 80 min arasında məskunlaşma davam edir və böyük quruculuq, abadlıq işləri gedir. Bütün bunlar biz döyüş meydanında olduğu kimi siyasət və iqtisadi meydanda da Ermənistan üzərində qələbəmizi və Ermənistanı himayə edənlər üzərində də qələbəmizi təmin edə bilmişik və təmin edirik və Xocalı unudulmur, Xocalıya ədalət kampaniyası davam edir və həmin canilər ki var ki, onlar burada iştirak ediblər, onlar da öz cəzasını mütləq alacaq. Əlbəttə. Hocam, mən sizə təşəkkür edirəm. Bizim üçün ailəm efir vaxtı artıq yekunlaşdı. Sağ olun, gəldiniz üçün minnətdarıq. Sizə təşəkkür edirəm. Sağ olun. Hörmətli tamaşaçılar, yayımız başa çatır. Xatırladım ki, həmin söhbətin Yeni Azərbaycan Partiyası İdarə Heyəti üzvü Milli Məclisin deputatı Mübariz Qurbanlı idi. Sağ olun, sağlıqla qalın.